Bu dərslərimizdə biz DSMF və vergi ilə bağlı əməliyyatlarla tanış olacağıq. İlk növbədə DSMF ilə bağlı əməliyyatlarla tanış olaq. Biz əmək haqqı hesablanmasında DSMF, Dövlət Sosial Müdafiə 3%-in hesablanmasını öyrənmişdik. Və biz deməli отчёты, процесс оплаты, расчетный ведомств организasiya. Biz buradan deməli işçilərimizin mart ayında hesaplanan 3%-nə baxsaq görürük ki, 22 manat 40 qəpik hesablanıb mart ayı ərzində və biz bu 3%-in artıq hesablanıb və onun ödəməsini həyata keçirməliyik. Bildiyimiz ki, növbəti ayın biz 20-sinə qədər həmən pul vəsaitini DSMF-yə ödəməliyik. Və həmçinin bizim ümumi hesablamamız var burada. Deməli, ümumi əmək haqqı fondumuz 146 manat 67 qəpik göstərir. Bu da istehsal sahəsinin əmək haqqısıdır. Və biz buradan da həmin məbləğə də 22% DSMF hesablamalıyıq. Bildiyimiz ki, əmək haqqıdan 3% işçinin özündən tutulur, 22% isə əmək haqqı fondundan tutularaq DSMF-yə ödənilir. Bu da şirkət hesabına ödənilir həmin məbləğ. İndi isə bu həmin məbləğin tutulması qaydasından tanış olaq biz. Necə həyata keçirəcək? İlk növbədə biz 22% hesablayaq və sonra ödəməni həyata keçirək. Biz daxil olacaq, deməli, dokumenti, upravleniya zatratami, proses zatrat. Və bu xərci buradan həyata keçirəcək hesablamanı. Bura əlavə edirik sənədimizi, deməli, şirkətimiz adını qeyd edək, upravleniya prosesi qeyd edək, podrazmeniya deyək ki, bunu mühasibə şöbəsi və zatrat əlavə edirik. Statya zatrat olacaq bizdə, deməli, DSMF 22%. Gördüyünüz kimi burada bir nömrəli sahənin, yəni istehsal sahəsinin əmək haqqısına görə həmən 22% olan xərcdə istehsal xərci səsləyəcəyik biz. İstehsal xərci və DSMF 22%. Bunun da içərisinə baxsaq görəcək, производственный расход. Və buradan bir şot zatratı seçməliyik. Hansı hesaba seçsin? 20 nömrəli hesab qeyd edək. 20 nömrəli əsas hesab. Və deməli, bizim məbləğimiz 746.67-nin 746.67-nin 22%-i biz 64 manat 26 qəpik. 64 manat 26 qəpik. Və buxalterçi uçot biz hansı hesabın debitini qoyacaq, amma kreditini isə buradan buxalterçi uçotdan qoyacaq. Bildiyiniz kimi 69 nömrəli hesabın müqadirləşəcək. Yəni DSMF-yə ödəmələr. Buradan da DSMF 22% seçəcək. Və biz burada bir strategiyada olacaq. Nallıq keçsək. Biz debit kreditinə baxsaq görək ki, debit 20, kredit 69. Yəni 20 nömrəli hesaba xərc kimi 164 manat, 69 nömrəli hesaba öhdəlik kimi 164 manat hesablayır. Və indi biz bu mart ayına biz hesabladıq, mart ayı üçün hesabladıq. Burada qeyd edə bilər ki, mart ayı üçün bütün komentari yerinə. DSMF 22%. Bunların hesablanmasına biraz keçir. Deyək ki, 31.01.2016 dövrü. Yəni mart ayı olduğu üçün mart ayının xərclərində tanımalıyıq bunu. Hesablamanı yerinə yetirdən sonra ödənişi necə həyata keçirəcək? Ödənişi dokumenti, upravleniya денежных средства, bank yolu ilə köçəcək, platejni podçini istifadəşi, yəni bank yoluna köçəcək, yəni hesablaşma hesabımızda. Biz deməli ilk növbədə DSMF kontragent asılacaq burada, kontragent, digər şəxslər, kontragentindən
deməli, əlavə edirik SMF sistem daxilində. Və biz buradan zapsat edəcək. Short dolarda da qeyd edəcək. SMF ödəniş. Qeyd edək. Və biz 22%-də bir qeyd edirik. Bizim kontragentimiz hazırdır. Biz deməli ödəniş tapşırığından yeni əlavə edək. Şirkətimizin adını qeyd edək. Bank şortumuzu qeyd edək. Deməli A bankının mərkəzi filialı və operasiyadan biz seçəcək перечисление налога və buradan istifadə edəcək. Və biz portfoliyo seçməliyik. SMF bu məbləğləri əmək haqqı xərci statya diviziyonu olacaq burada. Əsas fəaliyyətlə bağlı xaricdə olacaq. Bizim DSF xərcimiz yoxdur burada, əlavə edək. SMF 3%. Yəni SMF 22%. Birinci SMF 3% ödəyək. Burada bizim deməli 3%-imizin məbləği 22 manat 40 qəpikdir. Buradan qeyd edirik 22 məbləği 22 manat 40 qəpik. Şort da olacaq, hansı şortdan 69 01 və tarixli bazar vəziyyəti 01 04 2016. Populasyonu verəcək. Və OK etsək, görək nə baş edəcək. Debit 69, kredit 51. 22 manat 40 qəpik. Və həmçinin digər o birisi ödəməni 22%-nin ödəməsini həyata keçirək biz. Bunun üzərinə kopya edək. 01.04.2016 və bizim 22%-imizin də məbləği deməli nə qədər idi? 164 manat 26 qəpik. 164 manat 26 qəpikdə burada yazılır. 26 qəpik. Bu oldu DSMF 22%. Və hesab nömrəsində buradan düzgün seçməyi 22% 69 201. Və biz OK etsək. Debit kredit nömrə, debit 69, kredit 50. Qalxısı verilir. Və indi dövriyyə də deməli baxaq. Buxalteri naloqu üçün оборотно saldoya vermişlər. 69 nömrəli hesaba baxaq. Biz deməli aprel, mart ayına baxaq. 69 nömrəli hesaba. 3% 164 var idi. 22% 164 manat 26 hesablamışıq. 3% 22 manat 40 qəpikdə var idi. Amma ödənişi isə aprel ayında o OK çıxarına baxsa 69 manat.
Gördüyünüz kimi kredit qalığı var, debitlə bağladıq. Həmən bu vəsaiti yenidən aprel ayında 102 manat, bu aprel ayı üçün hesablamadır. 69 nömrəli hesabda isə 164 manat kredit qalığı var idi və həmən məbləğdə silinir. Yəni 160 və ödədik göstərir və qalığı yoxdur. 69.01-dəki qalıq isə aprel ayının 3%-dir. Biz deməli aprel ayı içində hesablamanı həyata keçəcəyik. Biz deməli buradan keçək mart, aprel ayı istifadə edəcək. Deməli bizim ümumi əmək qanunumuz 3478 manat 25 qəpikdir. Biz yenə daxil olaraq hesablama aparma dokumenti upravleniya zatratami proçi zatrat. Biz deməli burada deməli aprel ayı içində hesablama ilə 22%. Program proses qeyd edək. Və necə hesablayacaq? Deməli 3478 manatın 3478 manat 25 qəpiyin. Deməli bildiyiniz kimi balans listə, yəni xəstəlik vərəqəsinə görə ödəmə 57 manat 14 qəpik DSMF-dən azaddır. Yəni 3478-dən 57-14 çıxacaq, qalan məbləği də vuracaq 22%-ə. Bu da isə 752 manat 64 qəpik. Və biz burada deməli DSMF 22%. Burada digər bir şeylə diqqət edək. Bir nömrəli sahə olacaq istehsal xərclərinə silinmə. Burada göstərir ki, həmin məbləğ 1978 manat 25 qəpikdir. Həmin onları hesablanan əmək haqqı. Amma idarə heyəti təhsilat şöbəsinin DSMF xərci o 26 nömrəli hesabı siləcək. Bu istehsalla bağlı deyil bu xərclər. Deməli bizim istehsalla bağlı olan 1978 manat 25 qəpik çıxılsın 57-14 azaddır. Burası 22%. 422 manat 64 qəpik. Buraya yazacaq. 422 manat 64 qəpik. Və həmçinin bizim digər DSMF 22% istehsalla deyil, təsərrüfat xərcindən qeyd etməliyik. Qalan DSMF 22%-i. Yəni bunlar istehsalla bağlı olmayan işçilərə görə şirkətin ödədiyi pul vəsaitini özündə əks etdirir. Bunu isə biz proçi xərclərinə siləcəyik. Gördüyünüz производство və proçi. Производство orada 20.01 26 və biz burada 22 deməli Obşixazaya istiqamətində xərcini hesablayaq. Burada göstərir ki, deməli 1000-1500 manat. 1500 manatında 22% deyiləcək 330 manat. Burada qeyd edəcək 330 manat. Və biz bunlarda kredit hissəsi 69.02 olacaq. 22%. Biz o kredit hissəyə görə hansı proqramda verir. Debit 20, istehsala 422 manat silinəcək, təsərrüfat xərclərinə isə 330 manat silinəcək. Və həmçinin biz ödənişdə həyata keçirə bilərik. Ödənişdə həyata keçirilməsi üçün biz daxil olacaq deməli ödəniş tapşırığına. Ödəniş tapşırığından biz bir daha göstərim. Deməli dokumenti ukanın deyilsin isə platforma parçanı iskadiyaşı. Buradan sadəcə biz kopya ilə tez həyata keçirək ödəmələri 24-ü DSMF 22%'imiz bizim orada dokumenti zatratami proçi zatratlar gördüyün kimi deməli oldu 752 manat 64 qəpik. Sadəcə 752 manat 64 qəpik bura qeyd edək. Və o qeyd burada komentar yerinə qeyd edək ki
DSMF 22%. Debit 69.51 və hətta biz 3% də ödəməliyik. 3%-ni də kopya edək. Məbləği qeyd edək. Məbləğ deməli 3%-nin açıqdır. Raşina analitik olsa Vednos Polçu proces saflatı analiz Raşşafin Vednos organizasiya buradan qeyd etməliyik. 3%-ni nə qədər edir bizim? 102 manat 62 qəpik. Və burada qeyd edək DSMF 3%. Və debit 69 kredit 51 və ümumi dövriyyə cədvəlinə baxaq və 69 nömrəli hesabımızda nələr baş verdi. Gördüyünüz kimi deməli 102 manat ödədik, yəni qalıq qalmadı və həmçinin 69 nömrəli hesaba həm hesabladıq, həm ödədik və burada da qalıq qalmadı. Və biz DSMF-yə hesablamaları və ödəmələri budur həyata keçirdik. Hələlik bu dərsimiz bu qədər. Gəlin dərs görüşəndə sağ olun.